Bir daha hamınıza hər vaxtınız deyib, bugünkü Günas TV'nin canlı yayımında bir mühüm məsələyə toxunmaq istəyirik. İranda ümumiyyətlə qanun məsələsinə və qanun həm də Güney Azərbaycan Milli Azadlıq Hərəkatının ən təməl, yəni əsasi bünövrədən istənilən hüquqlarından biridir. Dünyanın bütün geri qalmış ölkələrinin hamısında istisnasız olaraq ümumiyyətlə qanuna önəm verilməməklik, qanuna önəm verməmək, qanuna əhəmiyyət verməmək, hesaba qoymamaq açıq-aydın gözə çarpır. Qanun bir çox ölkələrin qanunlarına baxanda, geri qalmış ölkələrin, hətta diktator ölkələrin qanunlarına baxanda düzdür, çatışmamazlıqlar vardır. Amma əgər həmin o geri qalmış qanunlar da icra olursa, yenə də millətin dərdinin heç olmasa %70-50 olur. Yazılı olaraq qanunların icrası önəmlidir. Dünyada bir müəssisə vardı, qanunun icra olunmasının indeksi. Bu müəssisənin işi odur. Hansı ölkədə qanun icra olur, hansı ölkədə qanun icra olmur və icra olunan ölkələrdə nə qədər qanuna əhəmiyyət verirlər, qanunun neçə faizinə əhəmiyyət verirlər. Bütün ölkələrdə, misal olaraq, mən deyim, bugünkü bizim söhbətimiz, bizim hərəkatımıza da birbaşa bağlı olduğu üçün çox önəmli bir mövzudur. Bu məsələyə çox az toxunulubdur. Çox az, çox nadir hallarda yazılar vardır. Əgər də olursa çox da yaz. İnşallah daha dərin, bilgili insanlarımız bu haqda yazsınlar. Həm də çox az haqqında danışılan bir mövzudur. Bir neçə gün əvvəl həmvətənlərimizin biri, sol təfəkkür həmvətənlərimizdən biri, Təbrizdən bir neçə gündür bizə zəng eləyir. Mən təşəkkür eləyirəm öz növbəmdə. Bizimlə tamamən həmrəy olmaya bilər. Bizə tənqidi də vardı. Mən yenə də təşəkkür eləyirəm. Müxtəlif fikirli insanların sözlərini demək, onların əvvəla haqqıdır, hüququdur, həm də hərəkətimizə xeyri var. Amma səmimiyyət və sədaqətlə inandıqları hərəkətə xeyir verəcək, inandıqları sözlər danışılırsa. Əgər biri bilərək hərəkətə ziyan vurmaq istəyirsə, təbii ki, biz də onun qarşısında açıq-aydın mövqe tutmağı özümüzə milli vəzifə bilməliyik. Hamımızın tərəfindən olmalıdır belə. Eyni zamanda bizimlə müxalif olan insanların bizə zəng eləyib sözlərini deyəndə onların da ümid eləyirik ki, belə bir gözləntisi, belə bir intizarı olmasın ki, biz dərhal fikrimizi dəyişib və onun sözünü qəbul etməliyik. Hər kəs öz fikrində, fikirləri atırıq ortaya, o deyir, millət də, əksəriyyət də və ya əqəlliyyət də onun haqqında qərarını verir və ya fikrini deyir və ya demir özünə saxlayır, amma hər halda mövzu atılır ortaya. Onun üçün mən təşəkkür edirəm həmvətənimizdən ki, ictimai ədalətdən danışdı bir-iki dəfə və bu bizə bir fürsət yaratdı ki, təsadüfən üst-üstə düşən bir məsələni gündəliyə gətirək. Bizim fikrimiz bu idi ki, ədalət qanunun icrasından başlayır. Ədalət dediyin hər məmləkətdə müxtəlif təfsirlər oluna bilər o kəlmənin haqqında. Birisi ədaləti, dinin geri qalmış qanunlarının icra olunmasında bilə bilər. Birisi ədaləti adam öldürməkdə görür. Birisi ədaləti
özünün haqq olmağında görür. Birisi ədaləti sinfi və ya təbəqatı mübarizəyə bağlayır və s. Yəni, bir çoxlu ədalət haqqında fikirlər var. Çünki təfsir olunur bu kəlmənin haqqında. Bir çox dünyada kəlmələr vardır ki, o istənilən tərəfə yozula bilər, hətta yonula bilər. Əldə qayırma o kəlməyə müxtəlif fikirləri yapışdıra bilərlər. Amma qanun üçün yazılıdır. Ümumi surətdə, mən deyirəm, orada da əlbəttə ki, istisnalar var. Amma ümumi surətdə yazılı bir çərçivəni nə qədər təfsir eləsən də millət biləcək ki, bunun harası yalançı təfsirdir, harası olmalıdır. Yaxşı adam, pis adam. Bunlar ümumi kəlmələrdirlər. Yaxşı nədir? Kimin nəzərində yaxşının standardı nədir? Pis nəyə deyirlər? Yaxşı nəyə deyirlər? Yaxşı insanın, yaxşı bir mövcudun, yaxşı bir şeyin özəllikləri, xüsusiyyətləri nədən ibarətdir? Eyni zamanda onun qarşılığında olan pis nədir? Oturub onun haqqında, əgər bir argümentə girmək istəyirsə, onun haqqında günlərcə, həftələrcə, aylarca, illərcə müzakirə eləyə bilər. Eləcə də gözəl kəlməsi, çirkin kəlməsi, eləcə də şirin, acı, eləcə də ləzzətli, ləzzətsiz. Bunlar ümumi kəlmələrdirlər ki, müzakirəyə yol aça bilər. Heç kəs deyə bilməz ki, adamların hamısı yaxşı olursa belə olmalıdır. Çünki o yaxşı kəlməsinin, dediyim kimi, mənasının bir başqası yaxşılığı ayrı yerdə görür, ayrı məsələdə görür, ayrı mövzuda, ayrı baxışdan baxır. Ona görə biz konkret, yəni çərçivəsi bəlli olan dəqiq məsələlərin üstündə müşküllərimizin, problemlərimizin və ya çətinliklərimizin, daha düzgün öz dilimizdə desək, bir çoxlarını həll etməyə şərait yarada bilərik. O şərait nədir? Qanun. Qanun bir məmləkətdə, əgər biz keçmiş Avropanın önəmli inqilablarından danışsaq, son 300 ilin ərzində Montesquieu'nun, John Locke'ın, Adam Smith'in, Amerika Cumhuriyyətinin və ya federal dövlətin bünövrəsini qoyan Amerikanın ataları, anayasasını yazanlar, qanun üstündə çox fikirləşiblər. Məmləkətin idarə etməyi üçün bir qanun yazıblar, bir qayda və qanun yazıblar və o qayda qanunun içində qanunun özünün özəl yeri var. Və hər bir ölkəni yaxşı idarə eləmək üçün o yazanların, o alimlərin nəzərində 3 dənə qüvvəni, məmləkəti idarə edən qüvvəni bir-birindən ayırıblar. Orada onu elə məsləhət görüblər. Bəli, indi biri durub deyə bilər ki, biz Montesquieu'nun, Rousseau'nun, ya John Locke'ın və ya Smith'in sözü ilə oturub dura bilmərik. Amma bir həqiqət də vardır ki, təcrübə olunmuş
düzgün teorilərin haqqında əlavə müzakirə açmağa o qədər də ehtiyac yoxdur. Əgər bir şey düz nəticə veribsə, onu davam edəcəksən, ondan daha yaxşısını hazırlamaq istəyirsənsə, çox da gözəl. Bir zamanlar məmləkətlər monark, belə deyək, tək nəfərin tərəfindən idarə olunurdu. Şah, padişah, xəlifə, rəhbər və s. Başdakı nə deyirdisə, oradan gəlirdi aşağıya və aşağıdakı onun əlinin altında olan orqanların başında olan adamlar o fərmanla məmləkəti idarə edirdilər. Yəni, qanun bir adam idi. Adı ya şah idi, ya padişah idi, xəlifə idi, rəhbər idi, hər nə idirsə. Tayfa başı idi, fərq eləməz. O olurdu həm də qanun. Modern dünyamızda gəlişmiş ölkələrin, gəlişmələrinin, yəni pişrəftə məmləkətlərin pişrəftdə olmasının səbəbləri, gəlişməyin səbəbləri bizim üçün artıq aydındır. O gəlişmənin səbəblərinin əsası qanun və məmləkəti qanunla idarə etməkdir. Və məmləkətin başında oturanı da qanunla gətirirsən iş başına. Yəni, burada bir adam qanun deyil, əksinə o adam qanuna tabidir. O özü qanun yazmır. O adam qanuna tabidir, məmləkəti idarə edən, başda oturan prezident, baş nazir, hər nə, rəis cumhur, hər nə. Təknəfərlik məmləkət idarəçiliyindən bezən Avropalılar belə bir fikrə gəldilər ki, bizim məmləkətdə dərin müşküllər var. Bu müşkülün əsası nədir? Axtardılar və nəhayət həm tarixi təcrübə ilə, həm elmi araşdırmalarla, həm sosioloji və ya ictimai elmlərin gəlişməsi ilə bu nəticəyə çatdılar ki, məmləkətdə əslində 3 dənə şaxə, 3 qol məmləkəti idarə etməlidir. Bir qol yox. O 3 qolun biri qanun verici qoldur, qovvəyi müqənnənə, qanun verici. O 3 qolun ikincisi qəzaiyə və ya ədalət, ədliyyə qoludur. Hakimlər, qazilər, ədalət, prokurorlar, dadsitan, dadqüstəri, vəzarətxan. Bunlar da bir qoldur. Və üçüncü qolu mücriyyə, icra edici kabinə, dövlət. Dövlətin başında gələn prezident, baş nazir, hər nə, nüxus vəzir və ya şah fərq eləməz. Bəzi məmləkətlərdə o da var. Və ya onların hamısı birlikdə. Hər halda icra edici qol. Və o alimlərin hamısı bir məsələdə təvafüqa çatdılar. Əgər məmləkətin yaxşı qabağa getməsini istəyiriksə, bu 3 qol biri o birilərinə hökm verə bilməməlidir. 3 qolun ikisi birləşib, üçüncüsünü yıxa bilməməlidir. Bu 3 qolun hər birisi müstəqil olmalıdır. Hərçəndir ki, o bir dövlətin içindədir. Dövlətin 3 qolu var. Şaxəsi, branch.
icra edici, qanun verici və ədliyyə. Bu üçü bir-birindən ayrı saxladığın zaman məmləkət gəlişir, pişrəft edir. Və bunun səbəbləri var. O da düzdür ki, burada bir orqan yaranır. Üç orqanın biri, üç qolun biri olur qanun verici. Amma qanun verici orqan onun icrasını qoyur icraiyə orqanın əlinə. Yəni qanun verici həm özü qanunu verib, yazıb, həm də onu icraya qoyub, həm də haqqında nəzarət və ya qəzavət və ya ədalətə baxa bilməz. O ancaq yazmaqla məşğul olmalıdır. Məmləkətin məsləhəti nədir? Hansı qanunu yazaq? Onlar yazırlar. Verirlər o biri orqana. O icra eləyir bu qanunları. Üçüncü orqan gəlir o qanunların icra olunmasına nəzarət eləyir. Ədliyyə. Yəni demokrasinin, gəlişmənin əsas təməli bu üç orqanın bir-birindən ayrı olmasındadır. Hər yerdə ki, bu üç orqan bir-birindən tamamən ayrılmadı və bunların hamısının başında bir nəfər oturdu ki, üçünə də hökm elədi necə olsun, o ölkələr %100 geri qalırlar və %100 sonunda o ölkələrdə inqilablar olur, adam tökülür, adam ölür, qanlar tökülür, yenidən başlayırlar, yenə zibil başlayır, yenə də inqilab, yenə də rəzalət. Sovetlər sistemi gəlmədən əvvəl orada çarlıq var idi, imperator, tezar, çarlıq. Başda Romanovlar, ya ondan qabaqçılar hökm verirdilər, bütün məmləkət onların hökmündən idarə olunurdu. Lenin inqilabı oktyobrun 17-sində bu şüarla ki, biz qanun məmləkəti qurmaq istəyirik, iş başına gəldi. Amma iş başına gəlir-gəlməz bu özü qayıtdı, əlavə yeni bir diktatora çevrildi. O yerdə ki, diktatorluq var, mütməyin olun, əmin olun ki, orada gəlişmə olmayacaq. Ola bilir bir sahədə, iki sahədə gəlişmə getsin. Amma ümumi baxanda insanın belə deyək, bizim toplumumuz, ictima insanın vücuduna bənzəyir. Sağlam olursa vücudun hər yeri sağlam olmalıdır. Onun bir tərəfi axsıyırsa, o vücud ümumiyyətlə sağlamlığını əldən verir. Bir insanın başı ağrıyanda, ya qıçı, ayağı sınanda, ya qolu kəsiləndə, ürəyi, ciyəri, böyrəyi, hər hansı bir daxili orqanının biri xəstə olanda, o vücudun o biri orqanları xəstə olmasa da bütövlükdə vücud xəstədir. Toplum belədir. Bir toplumun gəlişməsi hər tərəfli olmalıdır. Bir məmləkət hər tərəfli pişrəft eləməlidir. Yoxsa bir sahədə pişrəft eləmək, pişrəft və ya gəlişmə sayılmır. Sovetlər zamanında silah yaratmaq, düzəltmək gəlişmişdi, pişrəft eləmişdi. Amma məmləkətin bütün digər sahələri, o bir sahələri geri qalmışdı. O, geri qalmış bir məmləkət idi. Ona görə də dağıldı. Və elmi gəlişmənin yanı sürə və onun şərti olaraq həm də ictimai gəlişmə, insan haqqına önəm, insanlığa önəm şərtdir. Və bunun üçün üç orqanın bir-birindən tamamən ayrı qalması bir məmləkətin əsas istəklərindən olmalıdır. Səbəb odur ki, qanun verici orqan qanununu yazandan sonra hər halda pis qanun yazmayacaqlar.
Yazsalar da az yazılacaq. Daha çoxunu düz yazacaqlar. Əgər düzgün orqan orada oturubsa, adamların əli ilə, insanların əli ilə seçilibsə, belə olmalıdır. Fərzi biz əsası bənanı ona götürürük ki, orada oturanlar millətin tərəfindən gedib. Qanunu yazırlar, dövlət icra edir, ədalət ona baxır, qəzavət edir, ona nəzarət edir. Əgər bir gün dövlət öz başınalıq eləyirsə, bütün bu orqanlar bir-birindən uzaqdır, ayrıdır. Hərçənd ki, dövlətin içində hamısı tərkibindədir, amma bütün müstəqildirlər. Ədliyyə bölümü dövləti məhkəməyə verə bilər. Üzr istəyirəm. Qanunverici bölüm dövləti məhkəməyə verə bilər. Hər kəs verə bilər. Ədalət ona baxmalıdır. Libiyada Qəzzafi topla, tankla şəhərləri mühasirə edirdi, ona müxalif olan şəhərləri. Şəhərin kənarından hökmü verirdi, topa bağlayın. Topla, tankla vururdular, öldürürdülər, qırırdılar. Qadınlara təcavüz indi də artıq hamısı bəlli olubdur. Ondan da bir silah kimi istifadə edirdi. Bengazini yerindən geçsən eləməyə söz vermişdi. 120 tank göndərmişdi Bengazinin üstünə, hamısını öldürəcəm demişdi. NATO işə girdi. O qətlamın, o qan tökmənin qarşısını aldı. NATO'nun da mühüm üzvü Amerika, Prezident Barack Obama hökmünü verdi. Biz də qoşuluruq deyə bu Qəzzafinin əleyhinə olan savaşa. Və bu məmləkətin hər iki partiyası, demokratlar, cumhuriyyətçilərin hər ikisi onu dəstəkləyirdi və dəstəkləyir bu məsələni. Amma çün Obama zamanında kongresə, yəni qanunverici orqana bu haqda report verməyibdi. Qanunda belə bir maddə vardı ki, savaşa girdiyin zaman kongresdən izin almalısan. İndi deyirlər görək biz Libiyada savaşdayıq, ya savaşda deyilik. Əgər savaşdayıqsa, hardadır bu izin? İcazə hardadır? Nə zaman icazə alındı? Bugün Amerikanın devlətini Barack Obama'nın məhkəməyə veriblər. Və o məhkəmədə cavab verməlidir. George Bush istədiyi işlərin bir neçəsini yaxın gedə bilmədi. Məhkəməyə verdilər, durdurdular. Çünki qanun yazılıbsa, o qanun icra olunmalıdır. Qanun deyir, belə olmalıdır. Bu demokrasinin sayəsində Amerika kimi bir məmləkət ki, kapitalizm əslində burasıdır. Belə baxanda çox da ədalətsiz sistemlə idarə olunur, amma gəlişir. Mən dedim, belə baxanda, çünki nəzərə belə gəlir. Amma bu gəlişir, pişrəft edir. Hər tərəfli pişrəfti var. Nədir bu pişrəftin, bu gəlişmənin səbəbi nədir? Görəsən, buradakı insanlar, məsəl üçün, hər hansı Afrikadakı ya Orta Şərqdə, Tavərmiyanədə olan insanlardan daha ağıllıdır, xeyr. Təlim, tərbiyəsi fərqlidir, düzdür. Burada bir də qanun var. O qanuna dayanaraq insan özünü əmniyyətdə hiss eləyir. Kimsə gəlib mənim qapımı vurmadan içəri girə bilməz. Qanun bunu deyir. İstər o içəri girmək istəyən polis olmasın, polisin babası olsun. Yap bil Amerikanın prezidenti olsun. Haqqı yoxdur mənim qapımdan içəri girə. Əgər mən izin vermirəmsə. Bu qanundur. Amma siz gəlin indi bunu İranda deyin. Tüfəngin qundağı ilə elə vurar qapını, qırar təpiyi ilə, tüfəngi ilə.
vurar içəri, evi də dağıdar, sən deyirlər evin içində öldürər, çıxar gedər, heç baxan da olmaz. Yeri gələndə bu iş görürlər. O da qanunsuzdur. Geri qalma, peşrəft eləmə. Səbəb budur. Sovet sistemində də belə idi. Bir dənə, üzr istəyirəm, dılğır KGB-nin küçədə gedən üzvü, pişəvər demişkən, bir dənə pasiban, sadə pasiban, dünyanın ən mütərəqqi ölkələrinin yazdığı qanunları elə istədiyi zaman ayağının altına atıb, silib atırdı, gedirdi. Bir dənə KGB məmuru o qədər güclü idi ki, qapıdan girəndə idarənin rəisi əsməcə tuturdu. İlahi, görəsən nə oldu? Çünki qorxur. Qanundan qorxmur. O adamdan qorxur. O adamın gücündən qorxur. Orada qanunsuzluqdan qorxur əslində. Qanun deyir ki, sən gəlmədən əvvəl izin almalısan, səbəb olmalıdır. Elə istədiyin zaman gedib birini tuta bilməzsən, hökmün olmalıdır. Birini məhkəməyə çağıra bilməzsən, hökmün olmalıdır. Məhkəməyə gəldi, qanun deyir ki, onun haqqı var, vəkil tuta bilmirsə, sən ona vəkil tutmalısan. Qanundur bu. Bu İranın da qanunlarında yazılıbdır. Amma icra olunmur. Çünki nəzarət eləyən yoxdur. Ona nəzarət eləyən özü də pozanlardan biridir. Və buna görədir ki, qanundur ki, ədalət gətirir, icra olursa. Və qanunun icra olunması üçün özünün də bir qanunu var. Biz qanunla getməliyik qabağa. Bugün bizim söhbətimiz bu açıqlamadan sonra dünyanın qanunsuzluğa qarşı və ya qanunsuzluq haqqında və ya qanunun icra olunması haqqında bir müəssisənin, mühüm bir müəssisənin dünyadakı bu gedişata indeks yaratmasıdır. Yəni, cədvəlləşdirilməsidir. Hansı məmləkət qanunla işləyir, hansı məmləkət qanunsuzluq var. Hansı məmləkətdə qanunsuzluq var. Və dünyanın ən qanunsuz ölkəsi haradır? Dünyanın ən qanunsuz ölkəsi haradır fikir eləyirsiniz? Birinci yerdə, qanunsuzluqda birinci yeri tutan bizim bir dəfə bir tanışla, bir nəfərlə söhbətimiz oldu. O pan-İranist idi və baxdım ki, burnu 5 qarış yuxarılardandır. Belə başını o qədər yuxarı tutub gəzir ki, gözü ilə elə bilir ki, arxasına baxır, başının üstündən. Bu qədər yuxarı tutub gedir. Xəbəri yoxdur ki, başdan ayağa əyri-müyrüdür. Amma özündən razı. Millət olaraq mən deyirəm, şəxs olaraq yox. Hər məmləkətdən, hər nədən danışdıq, özünü hamıdan üstün bildi. Türkiyənin heç bir zadını bəyənmədi. Nə yeməyini, nə millətini, nə dilini, nə tarixini, nə musiqisini, heç bir şeyini. Özdə İranlıdır. Pan-İranist, pan-farsist. Dedim də o 5 qarış burnu yuxarı tutanlardan. Mən soruşdum ki, sən fikr edirsən ki, dünyanın ən geri qalmış indi müqayisəli olaraq deyirəm, məmləkəti haradır? Qaçdı Afrikaya. Dedim, yox, ora getmə. Biraz yaxın gəl. Ərəb ölkələrindən başladı. Xalq olaraq, məmləkət olaraq onlardan əl çəkmədi. Mən xahiş edirəm ki, biraz bir yana gəl, atlandı bu dəfə Hindus-Pakistanın üstünə. Hindistanın və Pakistanın Əfqanistanı. Bəs İran qəbulləmir. Bir məmləkətdə ki, onun milləti bu molla sistemini iş başında saxlayır, həqiqətən dünyanın ən geri qalmış məmləkəti bu deyilmi? Əgər bu millət çox pişrəftədir,
çox qabağa gedib, çox özünü yuxarı tutur. Bəs niyə özünə bir sağlam bir dövlət qura bilməyib? O şah zamanında idi ki, birinin qulağından, Riza Şahın qulağından tutdular, İngilislər gətirdilər, oturtdular, at mehtəri idi, at qaşovlayan idi. Gətirdilər, deyirlər ki, səni biz şah eləyəcəyik. Otur burada, yaxşı oğlan ol, bizim sözümüzdən işləyəcəksən. Biraz işlədi, sonra fikir elədi ki, deyəsən bu özü ilə şah olubdur. Başladı biraz qoçuluq eləməyə, İngilistandan bir dənə general göndərdilər, gəldi İrana, Riza Şahı saldı ayağının altına, bizdə deyirlər dəvə balasını tapdalayan kimi. Saldı ayağının altına, orasını burasını əzdi, ağzının burnunun qanını qatdı bir-birinə, əlini də bağladı. İranda bu qismətdən çox demirlər, çünki ayıbdır deyirlər. Riza Şahın əlini də bağladı, arxadan təpikliyə atdılar bir dənə gəminin içinə, göndərdilər Afrikada Moris adasında, Cəzirə-i Morisdə meymunların qaldığı yerdə saxladılar. Güya dedilər, Johannesburqa aparıbları filan, bir çoxu da yalan idi. Xəstə olanı da aparırdılar, sonra qaytardılar meymunların içinə. Öldü, orada öldü. 6 ay öldüyündən sonra oğlu Məmməd Riza ki, indi deyəcəm onu necə şah elədilər. O gəldi, o atasının halından soruşurdu, dedilər ki, xəbər verməmiş ki, atan ölüb. Bəs cənazəsini göndərin, dedilər, göndərərik. Bir dənə qutunun içinə 3-4 dənə çürümüş sümükdən tökdülər, göndərdilər İrana. O sümüklər sonra bəlli oldu ki, bir qisməti meymun sümüyüymüş, Riza Şahın sümüyü deyilmiş. Sümük yəni kəmik. Moris adası o adı idi ki, onun bir qisməti belə idi. Bütün dünyanın ən cinayətkar, adam öldürən, adam yiyən adamlarını ora doldururdular. Onun bir tərəfi vəhşi heyvanlarla doluydu və o adada buraxırdılar. Heç bir yerə qaçmağa şansları yox idi. Sudan qaçsaydılar, köpək balıqları oradaydı. Yəni kusə mahi, köpək balıq. Çırıb dağıdırdı. O yana qaçsaydılar, vəhşi heyvanlar doluydu. Qaçmaqlara çarələri yox idi. Orada qalıb çürüyürdülər. Ən yaxşı bunlara yaxın meymunlar idi. Meymunların içində çürüdü Riza Şah. Çürütdülər. Riza Şah fərqi idi. Bozorg. İranda ona deyirlər, Böyük Riza Şah. Bir millətin şahının qulağından tutub bir dənə İngilis əskəri generalı. Əlbəttə onu vurduğu zaman general olmamışdır. Sonra general oldu. Atır ayağının altına döyür, göndərir Cəzirə ada, Moris adasına ki, gel orada çürü. Nə fikr eysən? Geri qalmış məmləkətin başına bu oyun gətirərlər. Bu bir nişanədir. Geri qalmış məmləkətin nişanəsi budur. Riza Şah iş başına gəlmədən əvvəl Türkiyəni bəyənməyən İranlıya mən deyirdim. Çanaqqalada neçə ölkəni birdən şikəst verən, məğlub edən bir də Atatürk kimi bir türk əskəri var idi. Mustafa Kemal. O birisini İngilislər gətirdi iş başına. Bu birisi İngilisləri məğlub elədi, gəldi iş başına. Fərqi çox idi. Bəziləri özlərinə o cürəti də verirlər, Riza Şahla Atatürk'ü müqayisə edirlər. Biri nökər idi, o birisi nökərliyə qarşı mübarizə eləyib, ağa olmaq istəyəni məğlub elədi, iş başına gəldi. O Atatürk idi, bu nökər Riza Şah. Riza Mehtər, at otaran, at qaşovlayan Riza, adını qoyulur Riza Şah. Görün, hansı məmləkət geri qalıb, hansı məmləkət özünü qabaqda bilir. Sonra Riza Şah gedəndən sonra oğlu, indi xatirələri çıxıb, Ayrın Saydında xatirələri çıxıb,
Fərdostun da xatirələri çıxıb. Rza Şahın arvadı, xanımı Tacül Mulukun da xatirələri çıxıbdır. Və bunlardan əlavə biz 1940-cı illərdən danışırıq. Tarix 2500 bundan əvvəl, 5000 bundan əvvəl danışmırıq. Hər şey yazılı qalıbdır. Arşivlər doludur. 6 ay, aylarca İranda məmləkətin başçısı yox idir. Vəliəhd, yəni Şahın oğlu Məmməd Rzanı bu dəfə İngilislərin və Amerikanların köməyi olmasaydı, o da şah olmayacaqdı. Onu da bir təhər gətirdilər, deyirlər ki, oğul. İndi sənsən, bax dədəyin başına o oyunu gətirdik, cıqqırıvı çıxartsan, sən də o yolu gedəcəksən. Baş üstünə dedi. Ona demişlər ki, Almanlıların radyosuna da qulaq asa bilməzsən. Baş üstünə demişdi. Demişdi ki, sizin dediğiniz radyoya mən qulaq asacağım. Onu elədilər şah. O da bir zamandan sonra fikr elədi ki, deyəsən də doğrudan İranın şahıdır. Gəldilər, çox-çox bağışlayın. Quyruğundan tutdular. Bu dəfə onu elə tulladılar, bir ölkə təyin eləmədilər. Dedilər, ged özünə bir ölkə tap. Avara qalmışdı. İndi özləri deyirlər. Amerika, Haiti, nə bilim, Panama, Afrika arasında yer tapa bilmirdi qalmağa. Ən azı o biri o tümmətinə adada, cəzirə, Moris adasında, Moris cəzirəsində bir yer verdilər meymunların içində. Buna orada da yer vermədilər. Dedik ki, özün tap. Bu da o qapılarda sülənə-sülənə bəyənmədiyi ərəblərin qapısında can verdi, öldü. Qəbri də indi Misrdədir. Məmməd Rza Şah. İndi görün ki, hansı məmləkət gəlişmədən, pişrəftdən, qurur-i millidən, məğruriyyətdən danışır. Və ondan sonra bir dənə Xümeyni adında birini götürdülər, Əraqdan göndərdilər Türkiyəyə, Bursaya, oradan Parisə. Parisdən mindirdilər bir dənə təyyarəyə. Rusların da köməyi ilə gətirdilər, qoydular Tehrana. Cəmaran, Cəmkaran, Cəmaran oldu Xümeynin hakimiyyəti. Belə bir durumu o İran, Yəmən anlatandan sonra yeməyini yeyə bilmədi, durdu, çıxdı, getdi. Qəbul eləyə bilmir. Adam oturub İrandan qaçıb gəlib Kaliforniya, Kaliforniyada pənahəndədir. Amerikadakı azadlıqdan istifadə edir. Mən minnətdar deyiləm birinə. Burada yaşadığıma. Amma hər halda burada bu şərait vardı. Mən öz ana dilimi müdafiə eləmək üçün Amerikada televizyon aça bilirəm, Təbrizdə aça bilmirəm. Fərqi var bu ölkələrin. Oradan gəlib Kaliforniyada pənahəndədir. Amerikanların köməyi ilə onların yaratdığı şəraitdən istifadə edir. Qayda edir ki, Amerikanlar gəmi oğrularıdır. Qədim piratlar. Gəmi yox, bağışlayın, dəniz oğrularıdır. Xanım. Odur ki, məmləkətləri müqayisə eləyəndə qanun hansı ölkədə icra olunur, onun gəlişmiş olduğu bəllidir. Həmən o xanım ki, burada oturub Amerikanın içində Amerikanlara tohin eləyir, təhqir eləyir, ona bir söz demirlər. Çünki qanun deyir ki, onun söz demək hüququ vardır. Sözünü deyə bilər. Avropa Birliyində İran Avropanı Avropa məhkəməsində məhkəməyə verir. Təsəvvür eləyin. İran dövləti Avropa Birliyini Avropada Avropa məhkəməsinə veribdir. Bu, qanun olmasını göstərir. İranda İran vətəndaşı
İranın öz məhkəməsində özündən müdafiə eləməyə hüququ yoxdur. Eləyə bilmir. Buraxın bir ayrısını məhkəməyə ver, məmləkətin, dövlətin adamını məhkəməyə vermək. Buraxın onlar hamısı hava sözdür. Özündən müdafiə eləməyə hüququ yoxdur. Yəni, vəkil tutmağa hüquq vermirlər buna. Halbuki qanun yazıbdır onun, vəkil tutmağa haqqı var. Vəkil tutmağa izin vermirlər bir çox yerdə. Versələr də vəkilin başına elə bir oyun gətirirlər ki, vəkil vəkilliyindən peşman olur. Qanunun olmaması budur. Beynəlxalq qanunsuzluğa cədvəl düzəldən, indeks düzəldən o müəssisə deyir ki, dünyada ən qanunsuz ölkə harasıdır? Təzə çıxardıblar. Mən o İranlıdan soruşanda ki, geri qalmış, o qaçırdı Afrikaya, nə bilim, Ərəbistana, sonra Pakistana, Hindistana, Əfqanistana saldırırdı. İndi soruşuram, fikr edirsiniz ki, dünyada ən qanunsuz ölkə haradır? Bir neçəsinin adını deyəcəyik biz. Somali ola bilər. Libi ola bilər. Cəngidir, savaşdır. Əlcəzair, Sudan, Etiopi deyək. Biz Afrikadan qutardıq. İrana gəlirik. Qavərmiyanlıya gəlirik, bağışlayın. Dünyada ən qanunsuz ölkə. Suriyə ola bilər. İraq ola bilər. Səudi Ərəbistan, İran, Ermənistan, Əfqanistan, Pakistan, gedin. Latin Amerikada haraları nəzərdə tutursunuz. Bu ölkələrin içində ən qanunsuz ölkə o yan bir yana atlamaq lazım deyil. İndeksinin İran, təbrik deyirəm. Bir dənə təkbir deyin, Allah-u Ekber deyin, 4 dənə də salavat söyləyin, 3'ü bəs deyil. İran birinci çıxıb. Qanunsuzluqda. İndeksin yazdığına görə İranda dövlətin içində korrupsiyon və ya rüşvətxorluq baş alıb gedir. Ən mühümü, dövlət özü ən çox qanunu qırandır. Dünyada ən çox qanunu sındıran, özünün yazdığı qanununu sındıran ölkə İran çıxıb. O qanunlar ki, özü yazıb. Dünyada birinci yeri İran bir də bilirsin nədə tutubdur? Dövlətin məsuliyyətsizliyi. Yəni, dövlət gördüyü işlərə məsuliyyət qəbul eləmir. Burada da birinci çıxıb. Təbrik deyin. Bu, bütün pan-İranistlər üçün gözləri açıq olsun, alınları aydın, gözləri aydın, alınları açıq, başları uca, təbrik deyin. Belə gedirsə, o İran pərəstlər üçün ən gözəl cəhənnəmə çevrilir. Ən gözəl cəhənnəmə deyirəm, pis cəhənnəmə yox. Çünki onlar öz ədəbiyyatlarında elə pisə də gözəl deyirlər. Biz də o mənada dedik. Ən gözəl cəhənnəmi. Dövlət yazır ki, nəfti satdım, nəftin pulu gələndə onu oradan alıb dövlətin büdcəsinə tökməlisən. Bu dövlətin qanunudur. Bunu qanun yazıbdır, dövlət onu icra eləməlidir. İran dövləti satdığı nəftin pulunu İran dövlətinin mərkəzi bankına tökməlidir. Bu qanundur. Amma İran dövləti satdığı nəftin bir qismətinin pulunu mərkəzi banka yox,
heç banka tökmür. Milli Məclis çıxardıbdır. Biz demirik. Bu ki, ədalət-i ictimaidən danışırdı Ağay Əhmədinejad, bu ki, fəsaddan danışırdı ki, biz fasidləri ifşa eləyəcəyik, bu adam özü imiş, onların biri də. Cəzire Kişdə, Kiş adasında böyük bir müəssisə düzəldirlər. 400 milyon dolarlıq hotel müəssisə ki, xaricdəki panİranistləri ora dəvət edib, məşayinin köməyi ilə orada seminarlar qoysunlar. 470 milyon dolarlıq bir məntəqəni düzəltmək üçün ona aid bir şirkət lazımdır. 3 gün əvvəl öz dostlarının birinə deyirlər, get bir şirkət aç. Adam gedir 1 milyon 100 min tümənlə, yəni 1100 dolarla, 1100 dolmur, 1100 dolardan da az, bir dənə şirkət açır. Bu şirkətin tamamən varı yoxu 1100 dolar imiş. 1100 dolar, yəni çox adamın cibində gəzdirdiyi pul. Bir dənə belə deyək. O şirkətin adına 470 milyon dolarlıq o görüləcək işi bu şirkətə verirlər. Üçün öz adamlarıdır. Dünyada inanılmaz bir durumda bütün dövlətin puludur verirlər. Ona verəcək əvvəldə 5 milyon dolar da 5 milyon dolar. Bu şirkətə pişpərdax deyirlər. Əvvəldə pul verirlər ki, sən bu projəni başla. 470 milyon dolarlıq projədir. Bu işi görən Əhmədinejad özüdür. Dövlət özüdür. Dövlət özüdür ki, qanunu qırır. Halbuki qanun deyir ki, bir dənə proje üçün müzayidəyə qoyacaqsan, müxtəlif şirkətlər gələcək, gizli surətdə, bir-birindən xəbərsiz projeye baxdıqdan sonra hərə bir qiymət qoyacaq. Verəcək. Mən bu projəni filan qiymətə düzəldə bilərəm. Mən bu projəni filan tarixə qədər düzəldə bilərəm. Bu projenin özəlliklərini mən belə eləyəcəm. Və o müzayidəyə görə zamanını, qiymətini, keyfiyyəti, o şirkətin keçmişdəki işləri nəzərdə tutub, müzayidəni verərlər birinə. Deyərlər, bu bərəndə oldu, bu uddu. Qanun bunu deyir. Amma İran qanunla deyil. Adamların fikri ilə idarə olunan bir məmləkət olduğu üçün orada əvvəldə hansı kimə verildiyi bəllidir. O adam ki, bu şirkəti, bu projəni alıb düzəltməlidir, o adamın heç özünün şirkəti yoxdur. Deyirlər, amandır, get verən şirkət aç. 1000 dolarlıq şirkət. Bu şirkət ki, açılıbdır, bu şirkətin bir dənə əlində beli yoxdur. Külüngü, beli, bir dənə maşını yoxdur bu şirkətin. Bu nətər düzəldəcək 470 milyon dolarlıq projəni? Bunun loderi olmalıdır, buldozeri. Heç olmasa bunun bir keçmişi olmalıdır. Heç bir şey yoxdur. Hamısını açıb verirlər bu adama. Budur qanunu ayaq altına qoymaq. Əhməd. Yenə də özləri deyir, biz demirik. Bunlar o qədər fəsad doludur ki, biz əlbəttə bunlardan danışanda İranda bahalıqdan, fəsaddan, geri qalmışlıqdan danışanda o İranın o Baybək adında saytı var. O deyir ki, niyə Azərbaycandan danışmırsınız? Sanki bizim dərdimiz Bakıymış. Bizim dərdimiz, yenə deyirəm, bizim dərdimiz güneydədir. Biz Bakıdan da sonra danışa bilərik, Türkiyədən də danışa bilərik, Madaqaskardan da danışa bilərik. Bizim dərdimiz hələ İrandadır. İran rejimi nə qədər çalışsa da biz İrandan danışacağıq. Ayrı yerdən danışmayacağıq. Nə İsraillə problemimiz var, nə Rusiya ilə, nə Çinlə, nə Madaqaskarla, nə də təzə bir balaca bir məmləkət var. 5 milyard dolar da o İrandan yetdi, Qambiya. Qambiya ilə də işimiz yoxdur.
İran. İranın içində nələr olur? Bunları istəmirlər biz danışaq. Çünki bunlar danışılanda İranın sistemi dəyir bir-birinə. Ona görə deyirlər ki, ayrı məsələdən də danışın da hərdən. Yazılarına baxırıq. Gəlin görək, hanı bu reportlar ki, İranın biabırçılıq məsələlərini gündə hər yerdə ki, İran birincidir, biabırçılıqla məşğuldur. Onları niyə yazmırlar? Niyə onları çox təbliğ eləmirlər? Yazanda da balaca deyib üstündən keçirlər, amma olmayan şeyi şişirdirlər ayrı məmləkətlərin haqqında. Xüsusilə elə bil bu pan-İranistlərin bir nömrəli düşməni indi day Azərbaycan olubdur. Azərbaycanda Bakının o cənub bölgəsi, Bakıdan cənuba getdikcə quruluqdur, sarı torpaq, şorluq var orada. Orada bəzən quşzad uçanda deyirlər duman, toz gəlibdir. Quşun gözünə bir balaca torpaq giribdir. Bu Azərbaycan dövlətinin günahıdır. Gəlin onu yazın. Böyük məqalələrlə yazırlar tez-tez. Və bizə də deyirlər ki, niyə Azərbaycandan danışmırsınız? Biz deyir ki, bizim dərdimiz güneydədir. Bakı bizim dərdimiz deyil. Bakı bizim vətənimizdir. Orada da çatışmamazlıqlar var, özü də çoxdur. Bizim də tənqidimiz var, amma bizim tənqidimiz siz dediyiniz tənqid deyil. Biz bir dəfəlik qərara gəlmişik ki, düşmənin sözü ilə ağız-ağıza verməyəcəyik öz vətənimiz üçün. Vətənimizin əleyhinə getməyəcəyik. Tənqidimiz var, amma bizim öz baxışımızla tənqidimiz ayrıdır. Düşmənin gözü ilə olan tənqidlərə biz elə düşmən sözü kimi yanaşırıq. İndeksdə deyir ki, İranın dövləti, İran bu indeksdə Rusiyadan da geri düşüb. Mən onu da təbrikləyim. Rusiya ki, mafiya mərkəzi tanınır dünyada. İran oradan da geri düşübdür. Axırdan birinci, gözümüz aydın. Amma bunun, deyə bilərsiniz ki, bəllidir də bunlardan niyə çox danışsınlar. Biz hər gün bilirik, bunlar nəzi bildilər. Amma bunun bizə təsiri var. Bir məmləkətə belə qanunsuzluğun təsiri var. İndi sizdən mən sual soruşum. Fikr eləyirsiniz ki, əlində birinin sərmayəsi olsa, sizin hər kəsin əlində deyək bir müəyyən qədər sərmayəz var. Önünüzdə də 5 dənə yer var, məntəqə var, şəhər var, məmləkət vardır ki, o sərmayəni orada yatırıb pul qazana bilərsiniz. Onların birində oğurluq çoxdur, birində adam öldürmə çoxdur, o birisində korrupsiyon, rüşvət çoxdur, bu birisində belə çoxdur, biri də qanun məmləkətidir. Hara gedib yatırdarsınız o pulunuzu, fikir eləyirsiniz. Sakit yerə, yoxsa baş ağrılı yerə? Əlbəttə ki, sakit yerə aparacaqsınız pulunuzu. Və onun üçün, vaxtı ki, bir məmləkət hər pis indeksdə axırdan birincidir və ya ikincidir və ya üçüncü, dördüncüdür, lap yaxşı durumda, bəllidir ki, elə bir məmləkətə sərmayədə olmayacaq. Məmləkətin içində olan sərmayədarlarının bir hissəsi mümkün qədər sərmayəsini çıxardıb oradan çıxacaq. Canım cəhənnəm deyəcək, kelim ayrı yerdə. Heç olmasa əlimdə olan mənim olsun. Çünki bəlli deyil ki, əlində olan sərmayə sabah sənin olacaq ya yox. O əlində olanı da tutub əlindən ala bilərlər. Bir dənə boynu yoluq Hizbullahı belinə bağlayır 2 dənə tapança, saqqalı uzadır bir yarım qarış, o qoltuğunun altına, bu qoltuğunun altına bir balaca burnu qoyur, bağışlayın. Əgər yaxşı oradan ilə zibiliyi gəlirsə, o zaman deyək, indi oldum mən yaxşı ağlı başda Hizbullahı. İndi gedir. Burnunu silə bilməyən. Qulaqlarının ucundan görsən yağ damlayır az qala. Bədbəxt olub bir aydır bəlkə hamama getməyib. Əsl müsəlman. Topançanı çəkir, deyir dükanı bağla. Nə eləyəcəksən? O dükan sahibi də bədbəxt. İllər boyu zəhmət çəkib.
sərmayə qoyub, qan tər içində özünə müştəri qazanıb, özünə bir etibar qazanıb, dünənki burnunu silə bilməyən Hizbullahi topança ilə gəlir, deyir, dükanı bağla. Mənimdir, istəmirsən vuraram təpəndən 4 dənə. Nə edəcəksən? Çünki qanun yoxdur məmləkətdə. Və vurur. İsfahanda adam danışa bilmir. Adamın ürəyi ağrıyır bu sözləri danışanda. Harda görübsüz din adına gələrlər qonaqlığa hücum eləyələr, Hizbullahlar İsfahanda olubdur. Hücum eləyirlər, kişiləri qadınlardan ayırıb, qadınlara kişilərin gözünün qabağında təcavüz eləyirlər. Çünki qanun yoxdur bu məmləkətdə. Polisin rəisi gəlir, İsfahanın rəisi polisi. Nə deyir, fikir edirsiniz? Deyir ki, əgər qadınlar hicab-ı İslamisi olsaydı, bəlkə də o təcavüz olmazdı. Təsəvvür eləyin bu sözə. Baxın bu sözə. Qanun yoxdur bu xarabada. Yazıq ailə ki, onun ərinin qabağında qadınına, arvadına təcavüz eləyib pastarlar, Hizbullahlar, həm o qadın, həm də bu dəfə özü də günahkar sayılır. Çünki deyir, hicabı mülahizə eləməyibdir. Başının tükünün bir balaca ucu görsənirmiş. Üzünə matef vurmuşmuş, yağ vurub, bəzək vurubdur. Hicab İslamisi yox imiş. Ona görə təcavüz ediblər. Demir ha, tutaq bunları, bu qanunu silib. Qanunu boş verin, insanlıq hara getdi axı. Bir kişinin, bir adamın, bir qadının ən müqəddəs varlığı, ən müqəddəs əlində olanı onun şəxsi etibarı, şəxsiyyətidir, belə deyək. Şəxsi qururudur. Sən onu da onun əlindən alandan sonra necə insanlıqdan danışa bilirsən? Buraxın qanunu. Necə birinin əlinə fürsət düşəndə özünə bu cürəti verir ki, bir adamın kişisinin, ərinin qarşısında, gözünün qabağında inanılmazdır. Taliban bu işi görmürdü. Dünyanın ən vəhşi insanları bu işi görmür. Hizbullah İsfahanda sən demə neçə il imiş bu iş davam edirmiş. Bir seri adını qoyub Hizbullahı, saqqallı, o qoltuqlarından yarım batman tər tökülən iyi gələnlər. Bağışlayın. Düşüblər qrup olaraq meydana, parklara gedirlər. Hə, yığışıbsınız, burada kef eləyirsiniz, çox gözəl. Çəkilin, oğlanlar, kişilər, durun kənarda. Onları əvvələn döyürlər, dırmaşdırırlar duvarın, ağacın dibinə. Deyirlər, indi baxın. Və onların gözünün qabağında. Necə ola bilər? İnsan, necə bir adam aşqasının gözünün qabağında, hələ əri olmasa belə. Necə ola bilər bir adam ayrısının gözünün qabağında bir ailəyə təcavüz eləyər? Bu da var İslamda. Cumhur İslamidə. Və polisi ki, qanunu icra eləməlidir və qanun deyir, ailəyə toxuna bilməzsən, təcavüz eləyə bilməzsən, vura bilməzsən, tuta bilməzsən, günahsızı, hökmün olmasa, polis bunu icra eləməlidir. Polis də gəlir, deyir ki, hicab İslamisi yox idi, ona görə olubdur. Yəni, tavcih eləyir. Yəni, bir növ o birilərinə deyir ki, gedin eləyin sizdə. Hicab olmayanları o cür eləyin. Və hicab nədir? O özü də ayrı bir bəhsidir. Biri üçün hicab burundan aşağı açıq olmasıdır. Bəziləri üçün hicab deyir ki, onun gözü də görsənməməlidir. Bəziləri deyir hicab onda görür ki, saçı görsənməsə bəsdir. Əli, ayağı,
görsənməsin, saçı da görsənməsin, gözü ilə burnu açıq ola bilər. Bu hicabın özü də bir bəhsidədir. Amma ən azı İranın qanunlarında yazılan hicabla da getmirlər bunlar axı. Və onun üçün də qanunsuz məmləkət elə belə olur. Fikir edirsiniz ki, hansı xarici öz ailəsi ilə durub gedəcək İrana gəzməyə? Türkiyə 20 milyon bir ildə turist qəbul edir. 20 milyon. İndi siz oturun hesablayın. Orta qiymətinə hər bir turist 1000 və 2000 dolar arası pul xərcləyir Türkiyədə. 1000 və 2000, bəziləri 10.000 də xərcləyir. Bəzilər gedirlər oradan, xalça alırlar, mal alırlar, otellərdə qalırlar, yemək yeyir filan. Uzun qalır bəziləri. Hələ mən o satılan təyyarə pullarını demirəm. Sadəcə Türkiyədə xərclənilən pulu deyirəm. Hər bir nəfər girəndə ora 20 dolar verir, heç olmasa özünə bir viza alır. İndi İranın onların arasında viza yoxdur, amma Avropa ölkələrindən viza alırlar. Təsəvvür edin. 20 milyon nəfər. Çünki əmnəmanlıq var. Şərait yaradıblar. Otelə girirsən, sanki öz məmləkətindəsən. Hörmətlə. Qorxun yoxdur, ay polis gəlib tutacaq, Hizbullah tutacaq. Qızımın saçı belə oldu, onu vuracaqlar. İndi bu turist niyə İrana getmir? Ona görə ki, İranda qanun yoxdur. Tanışların biri ilə biz danışırdıq, Amerikanlıdır. Dünya turuna çıxır. Bunun nəzərində dünya turu Mərakeşdən başlayır. Öz dediyi budur. Mərakeşdən, Marakodan gəzə-gəzə, təyyarə ilə yox. Buradan gedir Marakoya. Marakodan gəzə-gəzə gedəcək Çinə, gəmi ilə keçəcək Japona, onun dediyinə görə. Sonra qayıdacaq, yenə bu dəfə Afrikanın cənubuna qədər fırlanacaq. 2 dəfə dünya gəzisini eləmək istəyir. Mən soruşdum. Türkiyə gedəcəksiniz, dedi, bəli. İrana, dedi, yox. Niyə? Dedi, birdən məni casus adına tutarlar. Halbuki adamın işi gəzməkdir. Bəs nə edəcəksən? Dedi, İrana getməyə məcbur deyiləm, çox da göylüm istəyir. Oranı da görəm. Amma da getməyəcəm ora. Bəs hardan gedilsin? Dedi ki, Ermənistandan, Azərbaycandan. Məcburam bu dəfə yenə də gəmiyə minəm. Çünki təyyarəyə söz vermişəm minməyəm. Gəmi ilə keçəcəm Türkmənistana. Oradan gedəcəm Əfqanistana. Təsəvvür elə. Əfqanistana getmək istəyir. Gündə savaş var. Vururlar, dağıdırlar. Əraqa gedəcək. Əfqanistana gedəcək. Pakistana gedəcək. Hindistana, Kəşmirə, Çinə, Nepala. Hamısını gedəcək. İrana, bütün o məntəqədə bir dənə İrana getmək istəmir. Çünki qanun yoxdur ki, o məmləkətdə. Bir dənə o saqqallı təmməki tüstüsü çıxanlardan, Hizbullahlardan biri gəlib deyəcək ki, ha, bu sən casussan. Tutdu, indi gəl sən sabit elə ki, casus deyiləm. Dünyada bir qanun var ki, deyir ki, günahın sabit olmayana qədər günahsızsan. Amma İranda günahsızlığı sən özün sabit eləməlisin. Sübuta yetirməlisin ki, mənim günahım yoxdur. Nətər sübut eləyəcək bu adam? O deyir ki, mən, Hizbullah gəlib deyəcək ki, mən fikrim sən günahlısan. Nə sübut elə ki, günahsızsan. Qutardı. Dünyanın əksinə. Və qanunsuzluğun biri də budur. Söhbət tək sərmayə yatırtmaqdan deyil ki. Biri gələcək, məsələn, İrandan, xaricdən biri gələcək, İranda sərmayə qoymağa. Bunların bizə təsiri vardır. Millətimizə təsiri var. Bu ekonomi, bu məmləkət sakitlik, qanunun icrası olan bir məmləkət istəyir ki, bir şərait istəyir ki, özünü tapsın. Millət acından qırılır getdikcə. Millət bütün şəxsiyyəti əzilibdir. Yarısı bədbəxt, çəkili boş çıxır, heroin, həşiş bir tərəfdən. Ailələr dəyib bir-birinə.
Cavanlar evlənmir, pulu yoxdur, ev tapa bilmirlər, iş yoxdur. Hər yerdən danışsan, adamın qarnı ağrıyır, dərdləri bütün yadına düşür, borcu yadına düşür. Bu şəraitdən çıxmaq üçün bir dəyişiklik lazımdır. Qanuna doğru. Amma İran indi qanunsuzluğa doğru daha sürətlə gedir. Axırda oldu, axırda birinci. Fikir edirsiniz ki, kim gələcək öz ailəsinin əlindən tutub İrana getsin gəzməyə? Nadir halları mən demirəm. Dünyada bütün məmləkətlərdən fərqli olaraq İranda turist indeksini həm də biznesmenlərin adını qoyurlar turistin içinə. Halbuki turist ayrı, ticarət üçün gedən ayrı. Biz birazdan verilişimizin ikinci yarısında telefonlarda alacağıq. Qəbul edəcəyik. Amma bunlar hər fürsətdən istifadə edirlər ki, İranın imicini yuxarı qaldırmaq üçün rejim turisti, məsələn, deyək, 1000 nəfər İrana gəlib, onun 800 nəfəri turist kimi gəlibdir və 200 nəfəri biznesmen, ticarət üçün. 800 nəfəri də qoyurlar 200 nəfərin içinə, deyirlər 1000 nəfər gəldi ticarətə. Sonra qayıdırlar, o 200 nəfər də qoyurlar 800 nəfərin üstünə, sonra deyirlər ki, 1000 nəfər gəldi turist. Rəqəmləri şişirtmək üçün. Amma axırda bu boş çıxır. İndi İran çox deyə bilər ki, bizə nə bilim neçə milyon turist gəlir. Hanı? Harada görübsünüz? Bu turistlərin hamısı biləxərə bu şəhərlərin birində görünməlidir. Nadir hallar. Biz şah zamanında görürdük ki, Tehranda, Təbrizdə, İsfahanda, Şirazda, o şəhərlərin hamısında xarici turistlər doçərxi ilə, yəni bisikletlə gəzirdilər. Və o qədər həqiqəti demək lazım. Düzdür, kəsafətin biri idi o rejim. Rəzilliklə dolu idi. Amma hər halda bir əmniyyət yaratmışdı heç olmasa. Heç olmasa o turist demir ki, mən gələcəm orada məni tutub başımı kəsəcəklər, tutub basacaqlar zindana. Cebimi boşaldacaqlar. Gəlirdi, pul xərcləyirdi, çıxıb gedirdi. Özü ilə bir mədəniyyət də gətirirdi. Bir şeylər öyrənirdi, bir şey də öyrədirdi və gedirdi. Heç birisi yoxdur onun. Hansı xarici məmləkətdə olan sərmayə sahibi deyəcək ki, mən gedim buradan pulumu götürüm, İranda sərmayə yatırdım, bu işi görüm, pul da qazanım və oradan çıxarda bilim. Pulu qazana bilsə, sonra onu çıxartmasının özü bir müşküldür. Əvvəla gərək şərik ola biri ilə. İranda Hizbullahlərin biri ilə gərək şərik ola. Şərik olandan sonra yavaş-yavaş o quş məsələsi olmasın. Əsli yuvanın sahibini təpikləyib yuvadan çıxardırlar, o biri quşun balası orada böyüyür. Sərmayə sahibinin başına bir oyun gətirirlər. Təəssüflə bu bizimkilərdə də var. Yuxarıda. Adam qoyub qaçmağına sevinir. Ki, Allaha şükür, mən canımı qutardım, pul cəhənnəm. Fikirsiz o adam neçə nəfərə deyəcək ki, mən getdim, qazandım, siz də gedin. Və bu sərmayə sahibi və çörəyi qulağına yer ki, kör-köruna dura gedə bir yerdə sərmayə qoyur. Araşdırır. Bu indeks o araşdırmaların biridir. Baxır indeksə, görür ki, bu rüşvətxorluqda birinci, qanunsuzluqda birinci. Dövlət heç bir şeyə məsuliyyət daşımır. Dövlət ki, özü özündən oğurlayır, sərmayədara rəhm eləyəcək fikir edirsiniz. Yəni, bu mənada bu indeks çox-çox mühüm bir indeksdir. Mən onun üçün bugün bu söhbəti açdım. Qısa bir ara alırıq əziz həmvətənlərimiz. Geri qayıtdıqdan sonra qanun ölkələri haqqında, qanunun önəmi haqqında yenə də söhbətimiz olacaq və telefonlarımızı da açıq qoyacağıq. Sualımız əsasən 2 sual var. Son 4 ili hər il bir o biri ilə müqayisə eləyin. 1390, 1389, 1388, 1387 və 6. 90 təzə başlayayım. Hər il o biri ilə baxanda qanuna əhəmiyyət çoxalıb və ya azalıb.
mən sizdən soruşmaq istəyirəm. Bu il keçən il ilə baxanda, keçən il o ilə baxanda, ümumiyyətlə bu ildən məsələn 4 il bundan əvvəli müqayisə edin. Qanunsuzluq çoxalıbdır ya qanuna hörmət çoxalıb İranda? Bu birinci sualdır. Bunun nəticəsi olaraq siz nə hiss edirsiniz? Bu qanunsuzluq və ya qanuna baxmaq necə olacaqsa. İqtisadi durumumuza bunun sizin nəzərinizdə nə qədər təsiri var? Mən istəyirəm görüm ki, nə qədər fikirləşibsiniz bu məsələyə? Bir məmləkətin qanunsuzluğunun onun iqtisadi cəhətdən geri qalmasına nə qədər təsiri var fikirləyirsiniz? Bu suallarla sizinlə birlikdə olacağıq. Ara veririk, yenə də sizinlə birlikdə söhbətlərimiz davam edəcək. Bizimlə qalın lütfən.